Salamlayıram sizləri, mən şəxsindən Zeydər Hüseynli. Premier Liqanın 2025-2026 sezonunun ilk turunun 3-cü qarşı durması Pantera və İnam Əvəzkar futbol klubları qarşılaşacaq. Artıq hakimin də start fiti səsləndirildi. Hər iki komandalara uğurlar arzulayırıq. Ümidvarıq ki, bol qolla haqlı ədalətli, gözəl bir maç bizləri gözləyir. Gəlin heyətləri sizlərə təqdim edək. Pantera komandasının heyətləri belədir. Qapıda 1 Zaza, 10 Asif, kapitan 8 Hafiz, 6 Elvin, 4 Elçin, 5 Nəcəf, 91 Ülvi, 9 Murad. İnam komandasının isə heyətləri belədir. Qapıda 1 Xalid, 4 Səməd, 2 Səday, 6 Niyazi, 7 Fuad, 9 Ruslan, 10 Rafael, 8 Oruç. Ənəvi olaraq yaşıllı, qaralı formada İnam Əvəzkar futbol klubu, qaralı, sarılı formada isə Pantera komandası meydanında mübarizə aparacaq. Səday Rəhimli Xalidlə oynadı. Yenidən Səday. Qalkiper ilə oynuyor. Sol uzuna ötürmə. Fuad. Xalid. İleriyə doğru ötürmə. Oruç out kazandırmışdı. Artıq out yerinə yetirildi. Fuad. Geriyə çəkilir. Xalid. Sağzına Rəhimli. Ruslan Ağalarovdan tək toxunuşda ötürməlidir. Out. Oruçdan top meydana tərk edir. Səday Rəhimli topladır. Sol uzuna ötürmə gəlir. Və səhvə yol verilir. Hafiz topu topun üzərinə yola salır. Xalid. Sol uzuna ötürmə. Ruslan Ağalarov. Və Ruslana qarşı yox, qayda pozulmayıb. Fuad. Yine Səday Rəhimli. Fuad. Zaur. Daha doğrusu Oruç idi bu. Xalid. Yanında Rafael oynuyor. Yeniden Xalid. Və out. Ruslan Ağalarov. Və zərbə qapıdan yan keçir. Və nəzərinizə çatdırım ki, bir növdə xatırladaq deyək. Ruslan Ağalarov 2024-2025 sezonda Premier Liqanın qol kralı və bombardiri seçildi. Hələ ki, düzdür. Maçda hesab açılmayıb, nə də qola imza atmayıb. Yenə də qol gözləntiləri var təbii ki. Qızıl oğlandan Rafael. Fuad. Maestro out kazandırır komandasına. Geriyə doğru ötürmə Ağalarov. Xeyr, qayda pozuntusu yoxdur deyir hakim. Ruslan. Keçdi bir rəqibin Ağalarov. Bir qədər çətin mövqelərdə gözəl hərəkətlər Ağalarovdan. Yanda Zaur sağ uzuna doğru ötürmə gəlir. Səday Rəhimli.
Zərbə yaxın küncə qeyridə idi. Əcəf. Diaqonal ötürmə, Asif. Top meydanda qalır. Və out. Elvin özü yerinə yetirdi out'u. Asif. Türmək keçmədi Səday Rəhimlidən. Uzaq məsafədən Elçinin zərbəsi qapıdan yan keçir. Rafael topladır. Yazı Qasımzadə artıq meydana daxil olur. Fuad Qasımzadə ilə oynadı. Diaqonal ötürmə. Solcuna Ruslan Ağalarovun zərbəsini dəf edir Zaza. Rafael Fuadla oynadı. Paralel ötürmə gəlir. Oruc. Fuadın davan ötürməsi isə yumulmansız alınır. Oruc. İsmədə ötürməsi Asif. Elvin. Ötürmə qarşılandı. Əksi məmləsi İnam komandasından gələcək. Ağalarov solcuna. Niyazi Qasımzadənin zərbəsi qapıdan yan keçdi. Elçin. Fiyankasını planlaşdırmış ötürmə bir yerləri sürətli alındı. Rafael topladır. Yanında Xalidlə oynayır. Yenidən Rafael. Oruc istiqamətini ötürmə gəlir, amma Niyazi Qasımzadən bir qədər gerisinə doğru oldu və Orucun ötürməsi. Fuad. Geridən Elçin. Özünü çatdırır, auta yollayır topu. Oruc şahidət çatdırır. Fuad. Out. Ruslan Ağalarov itirir topu. Asif. Ötürməsi keçmədi. Korner. Ekşi məmləsi İnam komandasına gələcək Oruc. Oruc keçdi bir rəqibini və Elçin çatdırır yenə də özünü. Müdafiələrə ki İnamlı təsir bağışlayır. Qolsuz bərabərlik hökm sürür. Maçda elə ki 9-cu dəqiqədir. Hesab açılmayıb. Asif blok qoydu zərbəsinə. 10 nömrənin mübarizəsi. Daha bir zərbə indirilir və Xalid yerindədir. Rafael. Fuad. Faul qərarı gəlir. Nəcəf ona qarşı qaydanı pozmuşdu. Oruc. Orucun zərbəsi uzaq küncə yerdə. Bu zərbədə çərçivəyə doğru yönlənmədi. Hafiz. Səməd Əsədoğlu artıq meydanda görürük. Hazırda da topladır. Mərkəzə doğru və Elçin alta yolladı topu. Yox. Hücum davam edir. Diaqonal ötürmə bir qədər. Fuadın sürətini hesablamamış ötürməkdir. Lakin müdafiəçilərdən Pantera komandasının oyuncularından toxunuş var. Digər zinatdan alıb. Ötürmə gəlir. Ruslan Ağalarov! Bax elə! Gol kralından
bəhs etdi az öncə, yenə də səhnədədir. Qızıl Oğlan, Qol Silah, iş başa keçir. Yenə də iş başına keçir. Qol maşını. Ötürməsi yaxşı idi. Asif və Xalid dəf edir zərbəni. Xalid. Azı. Keçmədi ötürmə. 6 nömrənin mübarizəsini izlədik. Hafiz gözəl reydi idi Hafizdən və son anda Səməd Əsədov boş qapıdan çıxardır topu. Elçin. Asif oynadı. Yenidən Elçin. Tamamilə geriyə çəkilər. Zaza. Əşəzə. Hafiz. Hafiz. Ötürmə yaxşı alınmadı. Əcəf istiqamətində. Səməd Əsədov. Əsədov Elvini keçə bilmir. Əcəf. Nəcəf riskli hərəkətlər bir o qədər də inanılıdır, özünə müdafiədən çıxır. Nəcəf sürətləndi sol cinata. Nəcəf. Korner. Bir anlıq penalti qərarı gələcək deyə gözlədi. Nəcəfin başla zərbəsi qapının üzərindən keçdi. Usta bir anlıq temp qalxır Ruslan Ağalarovun qolundan sonra. Yazı Qasımzadə. Üstünlük pis əməl edir hakim. Ruslan Ağalarov ötürməsi keçmədi Zazadan. Qasımzadə hücum davam edir. Səməd Əsədov. Əsədovun zərbəsi qapısı yerindədir. Hücum həmləsi Pantera komandasından. Asif. Qasımzadə. Əsədov. Ruslan Ağalarov çıxa bilmədi 2 nəfər ətəsinə. Fuad aşırma zərbə. Daha bir zərbə və Küper. Yox, Ruslanın zərbəsi qeyri dəqiq alınmışdı. Hafiz blok qoyuldu zərbəsinə. Out. Tamamilə geriyə çəkilir. Zaza, yanında Elçin. Elçin, uzun ötürmə, ünvansız bir ötürmə olur. Fuad, yanında vurur. Ruslan. Fuad üçün saxladı topu, alınmadı əksüm həmləsi Murad. Hafiz, davan ötürməsi Asiflə oynayır. Yox, sürətdə əksümə çıxa bilmədilər. İmkan vermədi. İnam Əvəzkət Portolun oyuncuları. Fuad. Top ilişisi var. Ruslan Ağalarov. Ay, dublət çox yaxın idi. Hafiz Murad üçün topu buraxır. Muradın zərbəsi o qədər də qüvvətli almalı, amma Xalid ikinci cəhdində topu tutur. Artıq bu mövsüm yeni qalkiper görürük. Əli. Keçən mövsümdə GPS Baku komandasının qalkiperi Xalid liqada ən çox qol vurmuş qalkiper. Qapıdan qapıya, ən uzaq məsafədən qol vurmuş qalkiper. Artıq heyətinə qatılıb İnam Əvəzkər futbol klubunun. Ruslan Ağalarov davam edə bilmədi. Topu Elçin bir qədər onu fikrini yayındırdı. Yeni komanda Pantera keçən mövsüm yox idi. Bu mövsümdə isə keçən mövsümdə Dostluq komandasının heyətində iştirak etmiş oyuncular var ki,
Həmin oyunculardan biri kapitan qismində hal-hazırda Hafiz, Nəcəf. Onları heyətdə görürük. Həmçinin də Elvin. 6 nömrə. Bəli, Elvin o da qatılıb. Elçin yeni transferləri. Asif. Murad isə Savac Team komandasının heyətində mübarizə apardı keçən mövsümdə. Asif. Asif baxdı qapıya. Blok qoyur Səday Rəhimli. Nə baş verdi? Foul. Xalid. Horoz. Səday Rəhimli. Ötürmə geridə qalınlı. Asif yanında Nəcəf oynayır. Nəcəf diagonal hava ötürməsi sağ ünvanına çatır. Murad amma itirir topu. Yazı Qasımzadə. Qasımzadə ötürmə edir. Səday Rəhimli. Rəhimlinin zərbəsi qaydan top. Ağalarov. Fuad və golkiper Zaza. Refleksi yerindədir. Özür istəyirəm. Oroz. Şimdi diagonal ötürmə. Fuad. Amma Zaza yaxşı oynadı bu epizodda. Uzaq məsafədən qüvvətli zərbə Orozdan gəlir, amma qeyri-dəqiq zərbə oldu və bir qədər time-out da ayrılaraq qısa fasilədən sonra yenidən birlikdə olacaq. Time-out yekunlaşdı, yenidən oyuna davam. Rahat yağan ötürmə. Elvin blok qoydular onun zərbəsinə. Xalid. Sədov. Out. Muratdan top meydanı tərk edir. Nədən Xalid? Rafael oynadı. Xalid. Solzuna Sədov. Müdafiədəki top gəzdirirlər. Boşluq axtarırlar. Elvin. Hafiz. Nəcəf. Nəcəf. Sərbə yaxşı alma. Top ayağına oturmadı Nəcəfin. Rafael. Xalid oynuyor. Solzuna. Sədov. Hafiz. Kesmə ötürmə. Ruslan Ağalarov. Niyazi Qasımzadə. Qasımzadə. Ay Niyazi, niyə xəsislik etdi? Xalid topladır. Rafael. Ruslan içəriyə doğru ötürmə. Fuad. Abanla zərbə indirə bilmədi. Hafiz. Hafiz. Elvin önünə atır. Zərbə indirir Xalid. Yaxın 9'luğu vaxtında bağlayır. Korner Pantera tərəfindən yerinə yetiriləcək. Nəcəf gol! Koşuları zərbəyə mükəmməl gol! İmza atır Nəcəf!
səndən Nəcəf Qayçıvari zərbə. Gözəl qol. Birbaşa havada zərbə indirəcəyini zənn etmişdik. Havada zərbə indirir, amma Qayçıvari zərbə ilə çox gözəl qola imza atır. Doğru ötürməz, Azad topu taşa səhvə yol verir və bu səhvi bağışlamır. Nəzərdə sevinmişkən Pantera. Bəli, təzəcə sevinmişkən qara Panteraların qanını qaraldırlar yenə İnam Həvəskar Futbol Klubu 2-1 olur. Nəcəfdən daha bir zərbə qapıdan yana keçir. İmkan vermədilər. Bu gözəl qolun dadını çıxartsınlar. Bir dəqiqə belə çəkmədə cavab gəlir. Cavab artıqlaması ilə gəlir 2-1. Arazda pozulur maçda. Yazı Qasımzadə. Əks cümləsi Hafiz. O ötürməsi keçmir və Zaza. Yaxşı refleksləri var. Lakin bir anlıq top əlindən çıxdı. Murad və gol! Bəli! Bir-birə səf-səfə. Az öncəki səf, indi isə İnam Həvəskar Futbol Klubunun müdafiəsi. Nəinki hesablar bərabərdir, səhvlər də bərabərləşir artıq oyunda. 2-2. Sədəqə Rəhimli, Solcan, Rafael. Xalid oynadı. Yeniden Rafael. Rəhimli. Herkes oynadı. Ağalarov. Yanında Rafael. Yeniden Ruslan. Out. Hafiz. Murat'la oynuyor. Elçin. Elçin kapını nişan alır. Top kapının üzerine kesti. Oroz. Tümlə qarşılandı. Nəcəf. Murat. Pressing tətbiq olunur Oroz tərəfindən ona qarşı. Murat yaxşı fırlandı. Çıxdı oradan ama ötürmə. Evdəydi. Davanın ötürməsi. Fuat. İtirir topu. Oroz. Blok qoyuldu zərbəsinə. Ruslan Ağalarov. Ağalarov. Hücum davam edir. Fuat. Rafael oynadı. Rəhimli. Yeniden Rafael. Fuat. Ruslanla divar pası yaxşı alındı. Fuat. Baxdı qapıya. Ötürmə və Oroz. Və beləliklə ikisindən də final fitil səsləndirilir. Birinci isə İnam Həvəskar Futbol Klubunun 3 hesablı üstünlüyü ilə yekunlaşır və ilk hissədə sizinlə mən idim şəxsində Heydər Hüseynli. Növbəti hissədə görüşmək ümidi ilə hələlik deyirəm. Yenə də hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq ikinci hissəyə keçid alırıq. İlk hissənin nəticəsi İnam Həvəskar Futbol Klubunun 3 hesablı üstünlüyü var. Pantera komandası üzərində. Artıq biraz sonra ikinci hissənin start fiti səsləndiriləcək. Artıq ikinci hissənin start fiti səsləndirilib. Bir daha uğurlar arzulayırıq. Hər iki komandaya növbəti hissədə. Elvin. Maraqlı bir ilk hissə izlədik. Həqiqətən də zaten hesabdan bəllidir. Minimal fərq var. 5 top var. Nəcəfin zərbəsi qapıdan yan keçir.
Səday Rəhimli. Ruslan Ağalarov. Səday Rəhimli ilə oynuyor. Ruslan. Səday. Müdafiədə hələ ki özləri üçün paslaşırlar. Rəqibin onlara pressing tətbiq etməsini gözləyirlər. Yəni müdafiənin arxasına uzun ötürmələr, sürətli əks hücuma çıxmaq üçün çalışırlar. Artıq təzyiqi qaldırmağa başladı Pantera. Bax, istədikləri də bu idi. Anidən əks hücum şansı Fuad. İtirdilər topu. Murad. Out. Kimə gəldi? Hafiz out'a yollayır topu. Səday Rəhimli. Yenə qalkiper ilə oynadı Xalid. Yavaş-yavaş mərkəzə doğru irəliyir, baxır, boşluq axtarır ötürmək üçün. Uzun ötürmə Rəhimli, daha doğrusu Əsədov istiqamətində ünvanına çatmadı. Ruslan Ağalarov Fuadla oynadı. Fuad Oruz Toruyandan silkəliyir zərbəsi. Təhlükəli gəlmişdi İnam komandası. Şimdi az-azıq dəqiqlik çatmadı zərbəsində Oruzun. Topun torla qovuşması üçün. Ayaqdan zərbə. Hafiz ram edir topu. Ötürmə Murad. Çata bilmədi bu ötürməyə. Səday Rəhimli. Səməd Əsədov. Özünün istiqamətini ötürmə. Rəhimli. Xalid. Ənəvi yenidən həmin taktika ilə. Müdafiədə ötürmələr, təzyiq gözləyirlər. Səməd Əsədov. Xalid. Səday. Xalid. Ötürməsi Əsədova çatdı. Səməd Əsədov ötürmədir. Oruz aşırma zərbə zəhti alınmadı. Hücum davam edir. Daha bir zərbə Zaza. Elindədir. Ruslan Ağalarov. Fuad imkan vermədilər fırlanmasına onun. Oruz keçdi bir rəqibinə. Zərbə indirdi. Nəcəfdən blok. Ağalarov. Sədov oynadı. Səday Rəhimli. Dən Oruz və out. Ruslan Ağalarov itirmədi topu, geriyə doğru ötürmədir. Xalid. Ağalarov yaxşı fırlandı. İkinci rəqibdə gözəl şəkildə keçir Ruslan Ağalarov. Fuad və Zaza oxudu onun nə edəcəyini. Çox yaxşı oxudu. Ümidvarıq ki, orta məktəbdə belə yaxşı oxuyub. Ruslan. Ağalarov! Ruslan Ağalarov!
Yenə də səhnəyə çıxır qızıl oğlan. Dörd iki edir hesabı, dublinə imza atır. Komandanın 9 nömrəli əsas qol silahı. Yenə də ateş açır. Səməd Əsədov. Sağ sınaqla oynayır Rafael. Xalid. Yanda Əsədov. Yenə də qapısı ilə oynadı Əsədov. Rafael. Bəli, yenə də ənənəvi ötürmələr. Alkiper. Sağ sınaq müdafiəçi, sol sınaq müdafiəçi. Və Oruz sıyrıldı bir rəqibindən. Özü zərbə indirir, Qalkiper dəf etdi. Hücum davam edəcək. Daha bir zərbə və gol. Dubl gəlir Oruzdan. Gollarla başlayır İnam Həvəskar Futbol Klubu. 5 olur hesab. Ruslan. Sədov qapısı ilə oynadı. Rafael. Xalid. Sədov. Mərkəzə Niyazi Qasımzadə. Oruz yenidən geriyə çəkildilər. Səməd Əsədov. Xalid. Rafael. Yenidən Xalid. Səməd. Səməd ötürmə aldı. Xaliddən mərkəzə doğru Ruslan. Alamadı buraydı. Alamadı Oruzun buraydı. Əksüm əmləsi Panteradan gələcək. Hafizdən qüvvətli zərbə qapının üzərindən keçdi. Oruz. Sol zona ötürmədir Niyazi Qasımzadə. Sonra Xalarov. Səməd Əsədov. Rafael top ayağından çıxır anlıq. Hafiz. Ötürmə yaxşı alındı. Asif yaxşı ram edə bilmədi bu ötürməni. Xalid. Xalid qapını da tərk edib özü irəliyir. Bir rəqimdə keçir və qayda pozulub. Xalidə qarşı. 2 nəfərdən ibarət canlı sərkörü Hafizlə Nəcəf canlı sətdədir. Ruslan Xalarov zərbə qapıdan yan keçir. Murad. Xalarov. Hafiz sinə ötürməsi gəlir. Nəcəf bir qədər sürətli alındı. Ötürmə. Ruslan Xalarov. Sağsına ötürmə gəlir. Rafael. Xalid. Soyuqqanlı hərəkətlər Xaliddən. Öz cinahı istiqamətindən ötürmə gəlir Rafaeldən Oruz istiqamətində. Mən niyə o istiqamət sözünü 2 dəfə təkrar elədim axı. Oruz top tora yandan daxil olur yoxsa gol qeydə alınır. Bəli. Top yaxın gözdən. Oruzdan xetrik gəlir. 6-2 olur hesab. Niyazi Qasımzadə blok qoyuldu zərbəsinə. Və fal. Fala qarşı qayda pozuldu.
Rafael. Səday Rəhimli. Xalid. Yenə Rəhimli. Cihakan ötürmə. Qasımzadə alınmadı yaxşı. Hafiz. Hafiz zərbə endirir Xalidə. Hafiz pressing nəticəsində topu qazandırır komandasına Murad. Ötürmə gəlir. Hafiz, Hafiz son toxunuşu etsəydi. Gol gəlirdi. Yazı Qasımzadə Fuadla oynadı. Yenidən Qasımzadə top ayağına yapışdı bir anlıq. Və Niyazi. Rəhimlidən sağısına ötürmə gəldi. Rafael. Xalid. Səday. Xalid. Rafael. Ağalarov. 2-9 nömrənin mübarizəsi. Sağ sınaqla oynadı yenidən. Rafael istiqamətində aşırma, ötürmə. Ağalarov. Səday Rəhimli. Ay Səday. Qaptan xeyli maralı keçir. Asif. Asif. Blok gəlir zərbəyə. Geçin. Hafiz. Haydi kapitan. Kazandırdı topu. O lazımdır komandaya. Gəmini xilas etmək lazımdır. Və səhvə yol verilir. Fuad. Fuadın zərbəsinə blok gəlir. Əksüm əmrəsi Elvin. Hafiz. Sağsınaqda Murad da qoşulub. Yox, özü zərbə indirir. Yenə top qapının üzərindən keçir. Ağalarov. Murad. Keçmədə tutma. Rəhimli. Ruslan Ağalarov. Oturma qarşılanır. Elçin. Səday Rəhimli. Xalid. Yanında Rafael. Paralel ötürmə. Səday. Öz sınaq istiqamətlə ötürmə gəlir. Ağalarov. Fuadla oynadı. Auto yollayır Asif topu. Yox. Ruslan. Ruslan gözərit. Ay ay ay. İmkan vermədilər zərbə indirməsinə. Zərbəsi auto yollanır. Niyazi Qasımzadə. Yanında Rafael. Xalid. Elvin. Elvin. Zərbə qapıdan azalıq yan keçir. Ruslan. Ağalarov. Out. Niyazi. Qasımzadə. Bilərəkdən rəqibinə toxunaraq topu auto yollayır. Niyazi. Tamamilə geriyə çəkildi. Xalid. Səday. Top itkisi var. Əksüm əmrəsi Hafiz. Hafiz ötürmə yaxşı anlı.
Asif amma ram edə bilmədi. Sürətli hücum şansı Niyazi Qasımzadə. Qasımzadə ötürmə gəlir. Rafaelin zərbəsi amma qapıçı Zaza özünə çatdırır. Asif ötürmə qəbul olunmadı. Ruslan Ağalarov. Fuat. Sağ ağzına Tiyagan ötürmə. Oruç. Nəcəf. Nəcəf anidən sürətdən yenə sağ sınaqda Nəcəf. Nəcəf və gol. 6. Alır Nəcəf. Ay vay vay. Və qolu rəqib qapısına keçirdəndən sonra zədə alır Nəcəf. Təəssüf. Dublə də imza atmışdı. Geldi Murat karşıladı. Hayır. Oruç. Səday, yenə Oruç. Səday müdafiədən yaxşı çıxırlar. Ağalarov və onun ötürməsinin qarşısını alır üçün. Səday Rəhimli. Xalid oynadı. Bir tane Rəhimli. Ruslan. Ruslan və Oruzdan gül toxunuş var idi və bu qalki belə bir qədər çaşdırdı, amma ayaq sayığını itirmir qapıcı. Fuat. Qayda pozu. Xalid. Yanında Fuad. Uzun ötürmə, amma zərbə indirə bilmədi, nə də davam edə bilmədi topu. Ruslan Ağalarov. Ağalarov top meydanda qalmışdı əslində ilk cəhətdə, amma artıq ikinci səfər top meydana tərk edir. Asif. Asifin zərbəsinə blok gəlir. Ruslan. Ağalarov 2 nəfərdən sıyrıldı yenə də. Ruslan 3-cü rəqibdə keçir. Ötürmə edir. Niyazi Qasımzadə. Və beləliklə final fikirdə səsləndirildi. 7-3 hesabı ilə qalib gəlir İnam Əvəzkar futbol klubu. Biz də reportajımızda sana çatdırız. Sizləmək edir şəhsiniz Seydər Hüseynli. Növbəti maçlarda görüşmək ümidilə. Sağ olun. Sağ olun.